Qəbələ teması nə temadır? Qəbələdə kişi yoxdur. Şəxsi fikrimdir sadəcə. Yəni burada heç bir şey yoxdur. Özünüz bilərsiniz, sizin var, bəlkə də siz ola bilirsiniz, sizin şəxsi fikrinizə qarışmıram. Siz inana bilərsiniz, öz fikrinizdir. Mən hətta buluğa çatdığım dönəmdən dərk elədim ki, Qəbələdə kişi yoxdur. O dərəcədə savadım da yoxdur. Şəxsi ideologiyamdır. Mən bu terminlərə bağlanaraq atomların parçalanması nəticəsində baş verən hüceyrələrin mikrosxem birləşməsi nəticəsində hüceyrələşmiş atomların və sinxron hüceyrələrin birləşməsinə bağlılıq olaraq baxaraq Enterkomiya kitabının açılması ilk səhifəsində yazılmış cümlələrə əsaslanaraq Qəbələdə kişinin olmamağına dəlalət elədim. Bu mənim şəxsi ideologiyamdır. Bunu söyüşlə müdafiə eləmiyorum. Çünki kişilik söyüşlə müdafiə olunmur. Kişiliyin sübutu söyüşlə müdafiə olunmur. Ona görə də məncə söyüşlə müdafiə etməməlisiniz. Təşəkkür edirəm. Yetişəndən sonra nə edir? Ya eyni şeydə bura bax, Allah yoxdur yazıb, Allah yoxdur yazıb. Mən dedim ki, Qəbələdə kişi yoxdur. Qatmırsan o qardaşının partiyası. Baxaq da, partiyada yeyərsən. Mənə yeməyimə ehtiyac yoxdur. Pis bir şey yazmışam. Şəxsi fikrini yazıb, Qəbələli. Doğrudurmu? Qəbələdən biri şəxsi fikrini yazır. Allah yoxdur. Mən də şəxsi fikrini yazmışam. Mən demirəm siz buna inanın, inanmayın. Siz də deyin yoxdur. Yox, özünüz bilərsiniz. Qarışmıram. Araşdırın, deyirəm ki, görəcəksiniz ki, yoxdur. Mənim 16 yaşım var, yəni... Mən də deyirəm ki, araşdırın, görəcəksiniz ki, yoxdur. O deyir, araşdırın, Allah yoxdur. Mən dedim, araşdırın, Qəbələdə kişi yoxdur. 2 il tutacaqsınız. Araşdırın, görəcəksiniz ki, Qəbələdə şəhid də yoxdur. Bu qədər bəsitdir. Çünki Allah yoxdursa, zaten şəhid yoxdur. Şəhid yoxdursa, Qəbələdə də şəhid yoxdur. Pis bir şey deyirəm, təhqir edirəm, xeyr. Xeyr. Sən doğanın ciğərini sikib. Doğanın ciğərini sikib. Bax, söydülər. Bax, gördün nə qəşəng. Bax, bir dənə Allah yoxdur kəlməsinə görə doğanın, körpəsin, hər şey söylüyor. Bu kişidir, Qəbələlidir. Bax, Axşamın xeyir. bax Qəbələlidir. Gördünüz? Həyatdakı ən böyük uğuru, anası bundan fəxr edir. Allah yoxdur sözünə görə hər gün anası söyləyir. Necə gözəldir. Necə Qəbəlilər belədir ya, anavazı çox işlüsüz yəqin, halaldır. Ayıbdır, biraz səviyyəniz olsun, çıxıb söyüşlə. Qəbəlilər belə edir, ki qaqa. Və ya boş sözlərlə, nə bilim, almaya bax, vitamin. Qəbəlilər belə edir, qaqa. Belə din, müdafiə eləməlilər. Adam, mən nə qədər biz zid olsa adına, sən bana 2 dövdür haqqın yeməm. Yəni, bu insan Vadiyyədən xoşum gəldi, inşallah. Bunu iddia edirəm. Varsa elimli, inanclı bir şəxs gəlsin, elimlə danışaq. Biri qalxıb, bizimlə almadan meyvədən danışır. Ayıbdır, yəni bazarmırsınızsa biabır da etməyin bizi. Təşəkkür edirəm, gezən seyirəm. Xeyrə qarşınızım, çox sağ olun, təşəkkür. Fəqin, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən prosta istəyirdim sizə belə müdaxilə eləmirəm. Yəni, indi öz fikrinizdə, öz şəxsi həyatınızda yaşayırsınız. Amma bir dənə söz demək istəyirdim sizə, imkan varsa olar. Olar. Demək, mən 32 ildir həyatdayam. Yəni, 32 ildir günah edirəm. Mən istəyirəm sizlə halallaşım da. Yaxşı ki, sizin kimi bir adam çıxıb da canlıya. Mən halallaşmaq istəyirdim. Bütün günahlarımı istəyirəm sizə verim. Günahları. Bəli. Niyə Tanrı'nın bağışlayan Tanrı değildi? Yox. Halallaşardım da sənə. Deyirdim, bəlkə günahlarımı verimsən, sizinlə halallaşaq. Var da məncə dildə. Ekranı bəyənin, paylaşın və hədiyyə atın, qardaş. Hədiyyə atın ki, mən də 2 saat burada olum sizlə. Siz dinə inanmadığınıza görə mən istəyirəm bütün günahlarımı sizə verim. Yəni rahatlaşmaq istəyirsən, hə? Bəli, istəyirəm. Cəzai yolunu göstərim. Bütün günahları ver. Hamısını verim Şimdi sizə. aya göstərəcəm. Allah Tövbə surəsində buyurur. Bax, on edəcək bir şey qabaqcadan biliriz. Sən necə savadlı olsaydın, sənin edəcəyin bir şey mən qabaqcadan təyin eləməliyim. Nədir yolu? Bax, Müslüman idin da sən eləmə. bax, Bəli. gördünüz. Ne yazdım? Oku bir dənə ayət. Gördünüz qabaqcadan bildim.
Bir savadlı şəxsin edəcəyi qabaqcadan bəlli olursa, osturum onun savadını. Bütün günahları bağışlayın. Gördünüz, Tövbə surəsini gördü. Onu bildim, prosta yəni halallaşmaq istəyirəm. Bir savadlı adamın Sən götürmürsən. edəcəyini Hə, yox. bir savadsız kuryer işləyən qabaqcadan təyin edirsə, osturum onun savadını. İnanıram, niyə inanmıram ki? Tövbe eləmişsin. Bax, edəcəyi bir şeyi mən 10 saniyə qabaqcadan Tövbe Hər gün eləyirəm. tapa bilirəmsə, nə edəcəyimi Hər gün bilirəmsə, eləyirəm axşam. onun savadını osturum. Mən verəcək bir günahın qalmayıb. Bildim də olmayan, bəs ona görə deyirəm ki, halallaşmaq istəyirəm də sən. Bəlkə varımda deyirəm, verim sənə. Niyə ayətə güvənmirsən? Ha? Uşaqlar, Güvənirəm. səhifələr açın. Allah sevi ki, uşağını öldürsün. Allah sevin uşağını zəlil eləsin, xoşbəxt Başa olmasın. düşdüm də. İndi sən Sadəcə qarqışlar eləyir. eləyir. İstəyirsən yoxsa yox. Sadəcə lənətlər eləyir, başqa heç nə. Ana, arvadının qucağında dünyasını dəysin sevin uşağı. Yox, mən bilmək istəyirəm. Uşağın xoşbəxtliyini görməsin. Vermək istəyirəm. Onsuz da bunlara təsir eləmir də yəni. Çünki Allah olmadığına Yoxsa görə, Allahdan qorxursan. heç nə olmadığına görə bunlara heç nə deyil. Yazılar Allahdan günahdır. qorxursan. Sən Biri yazı deyir ki, günahdır. Günahdır. Məsum buyur, xoş gəlmisən. Mansur. Axşamın xeyir. Ateist adamın uşağına Allahdan lənət oxuyuram, deyir günahdır. Yaxşı deyirsən, çox. Ona desən deyəcək günahdır, nə istəyirsən dinlə. Sən niyə müdafiə edirsən? Atası müdafiə eləmir. Mənim otuz vardı. Ana zor hədiyələrdir, uşaqlar atın bunlardan, xoş gəlir. Nə zordur. Gəlmişmişsən, 40 yaşında, sən yaşda böyüyəm. Aha. Canı sağlasın, dedim mən Abi, uşaq yazıq da axı. Doğrudan, uşağı yazıq. Uşağı yazıq da, düzdür. Sevi dünyadan köçəndən sonra onun uşağı çıxıb sizin uşaqlarınızı zibil vəziyyətə gətirib çıxanda, onda deyəcək uşağı, həmin uşaq yazıq deyə. Allah qələt edib, yəni özünü acımadı. Bir dənə içi yox idi, yəni qoyunu kəstin, inəyə kəstin, nəsə də qurban deyirlər. Deyirlər, tutar... Uşaqlar, bacardığınız qədər ekranı bəyənin, paylaşın və hədiyyə atın. 4 ildir sizə hədiyyə demirəm ki. Kim Allah'ını sevir, sizin Allah'ınızı müdafiə edirəm, analarınızı, bacılarınızı söyür. Ümumi bunların dostları Şiyə və Sünnilərin var yoxun söyür. Bax, var yoxun. Və bu da ümumi Azərbaycanı söymək kimi bir şeydir. Çünki bütün nəsillərdə var yoxda, Şiyə də var, Sünni də var. Bütün nəsillərdə. Eləcə də İlham Əliyevin ailəsini söyüb, çünki Heydər Əliyev özü Şiyə idi və İmam Hüseyin məclislərində iştirak edirdi, məscidə gedirdi. Onları atışdılar, gətirdilər, götü qabaqlarına, bölüşdürürlər. Atam aldı, bu sənin, o mənim, bu sənin. Mən də onun sonunda yaşım olardı. Mən 2 yaş bir koduş, bir yerdən... İstəsiz sevin dostlarının, kuruqlarının səsini bir dəfə də sizə eşitdirim. Daş qoy belə, buranı mən buranı... Sizin yüzünüzden. O ya şiyalara öyle dedim. Düzgün bir şey diyorum. Yok şiya demiyorum yani onların şeyinde değil. Şiyaların sürücüz bunu düzenlesin. Şiyaların var yok. Sergi yok diyorlar. Şiyesi, sünnisi. Sikim hamısına var yok onların. Eşitdiniz. Sahil insanlardan həmişə... Sevgilin kuruğudur ya. istifadə edir. Cib dəsmallar vardı, o anamız bacımızda. Yine inançları eləydi, hamı hörmət eləşmaz. Necə? Cib dəsmalın içində Belə bir var yox var ki, ailədə sünni şiyəsi olmasın. üstən bağışda mən gəlim uşaq olacaq, bəsərə Hə? bəsərə. Azərbaycanda mənə bir dənə nəsil göstər ki, bir dənə də olsa şiyəsi sünnisi olmasın. Əgər bir nəfər varsa, o var yox söyüşü o adama da gedir. Din elə bir şey ki, mən bu günlərim dünya dəyişdi, mən gəldim Bakı şəhərinə. Çox sağ ol hədiyələr üçün uşaqlar. Dəstək üçün təşəkkür edirəm. Ömrümdə birinci dəfə mənə dəstək gəlir bunlara vaxtlarında. Təşəkkür Mən edirəm. Çinə deyib çağırım. Var olun. Amma Qətər üzərindən Dubay üzərindən. Hamı bilirlər bunu. Qətər və Dubay üzərindən. Minnətdarım. Mən arada bu yay aylarında